önəmli bir nüansı mütləq qeyd etməliyəm. Biz səhərdən axşama qədər oturub sadəcə oxuya bilmərik və ya çalışa bilmərik. Mütləq istirahət önəmlidir. İstirahəti düzgün yerləşdirərsək, əgər işlədiyimiz zaman aralıqlarına, biz işləməyimiz daha effektiv ola bilər və zamanımızı daha effektiv idarə edə bilərik. Bunu necə edə bilərik? Pomodoro texnikası. Burada nəzərdə tutulur ki, 25 dəqiqə siz çalışırsınız, oxuyursunuz, 5 dəqiqə isə dincəlirsiniz. Bu mütləqdir. Çünki əgər ortada dincəlməsəniz, 5 dəqiqə zamanınızı ayırmasanız, siz produktiv və effektiv ola bilmərsiniz. Bu 5 dəqiqə ayıracağınız dincəlmə vaxtını tövsiyə eləyərəm ki, daha oksigeni olan açıq havada keçirəsiniz və müəyyən dartınma hərəkətləri edərək bədəninizdəki qan dövranını artıraraq özünüzü daha enerjik hiss edə bilərsiniz və ya sadəcə olaraq gözlərinizi yumub dincələ bilərsiniz. İşlərinizi tamamladınız. Burada unutmayaq ki, özümüzü mükafatlandırmaq çox önəmlidir. Bu mükafatlandırma fərqli formalarda ola bilər. Sevdiyiniz bir deserti yeyə bilərsiniz və yaxud kofe içə bilərsiniz və yaxud sevdiyiniz bir filmə baxa bilərsiniz. Kiçik bir mükafatlandırma ilə özünüzü həvəsləndirmək çox önəmlidir. Bu da zamanımızın effektiv idarə olunması üçün son qeyd edəcəyim bir teodur.